Kivi bağırsağın fəaliyyətini yaxşılaşdırır və həzmi asanlaşdırır. Mütəxəssislər 4 həftə kivi istifadəsindən sonra həzmsizlikdən şikayət edənlərin problemlərində 45% azalma təsbit ediblər. Bu meyvə eyni zamanda lif baxımından da çox zəngindir. 100 qram bananda 1,6 qram lif mövcud olduğu halda kividə bu 3,4 qramdır. O həm də xolesterolu aşağı salır. Lif baxımından zəngin olan kivinin bağırsaq xərçənginin qarşısını aldığı da sübut edilir. Bu liflər tərəfindən ötülən turşu xərçəngə səbəb olan genlərin aktivləşməsinə maneə törədir. Kivinin həmçinin yuxusuzluqdan əziyyət çəkənlərə də xeyri var. Yüksək miqdarda kalsium ehtiyatı olan kivini yatmazdan 1 saat əvvəl yesəniz, daha rahat yuxuya getməyinizə imkan yaradacaq. Eyni zamanda fiziki yorğunluğunuzu çıxarmağa və özünüzü gümrah hiss etməyə kömək olar. Qanı durulaşdırma xüsusiyyətinə görə kivini aspirinlə müqayisə etmək olar. Yəni, gündə bir aspirin içmək yerinə bir ədəd kivi yemək daha faydalıdır.